Əzizə Cəfərzadənin 1981-ci ildə işıq üzü görən Bakı 1501 romanı Şah İsmayıl haqqında yazılmış ilk tarixi romandır. Ötən ilin sonunda həmin roman həmvətənimiz Hötebori Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. Və bugün Stokholmun Sollentuna kitabxanasında Bakı 1501 kitabının təqdimatı keçirilmişdir. Stokholmun Sollentuna kitabxanasında təşkil olunan tədbirdə yazıçının yaradıcılığının sevərləri, həmçinin İsveçin müxtəlif şəhərlərindən gəlmiş Azərbaycan və Özbək diaspor nümayəndələri iştirak ediblər. Tədbiri Diasporlu İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının Stokholm üzrə nümayəndəsi Ayda Əmir Haşimi açaraq bildirib ki, Bakı 1501 romanının təqdimatı təkcə ədəbi hadisə deyil, həm də mədəniyyətlər arası dialoqa xidmət edən mühüm platformadır. Daha sonra romanın redaktoru və ingilis dilinə tərcüməçisi Höteborg Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi vurğulayıb ki, əsərin ingilis dilinə tərcümə olunmasında əsas məqsəd Əzizə Cəfərzadənin yaradıcılığını beynəlxalq oxucu auditoriyasına təqdim etmək, onu William Shakespeare, Miguel de Cervantes və digər dünya ədəbiyyatı dahiləri ilə yanaşı tanıtmaqdır. Səadət Kərimi həmçinin bildirib ki, Bakı 1501 romanının ingilis dilində təqdimatı fevralın 3-də Lava nəşriyyatı tərəfindən keçirilib. Tədbir çərçivəsində Azərbaycanlı gənc teatr rejissoru Əlif Cahangir və Türk opera sənətçisi Burcu Kuru Bakı 1501 romanından Azərbaycan və ingilis dillərində parçalar səsləndiriblər. Sonra Stokholmda yaşayan Azərbaycan yazıçısı Eluca Atalı çıxış edərək qeyd edib ki, Əzizə Cəfərzadənin Bakı 1501 romanı böyük bir tarixi dövrü əhatə edir və hökmdar, sərkərdə və şair Şah İsmayılın doğulduğu gündən vəfatına qədər olan həyat yolunu əks etdirir. Tədbirin sonunda Stokholmda yaşayan pianoçu Aynur Məlikova Qara Qarayevin İldırımlı Yollar əsərindən parça ifa edib. Daha sonra o Vasif Adıgözəlovun Bakı haqqında mahnısını pianoda səsləndirib. Əlif Cahangir isə əsəri vokal müşayiəti ilə təqdim edib. İsveçdə yaşayan, müxtəlif şəhərlərdən gələn icmamız bura toplandı, gözəl çıxışlar oldu, 3 dildə təqdimatımız oldu və beləliklə də bu təqdimatla bir daha Azərbaycan, möhtəşəm Azərbaycan ədəbiyyatı, özəlliklə Əzizə Cəfərzadənin misilsiz irsi təqdim olundu.